بسم الله الرحمن الرحيم. وقل لعبادي يقولوا التي هي أحسن إن الشيطان ينزغ بينهم إن الشيطان كان للإنسان عدوا مبينا. ربكم أعلم بكم إن يشأ يرحمكم أو إن يشأ يعذبكم وما أرسلناك عليهم وكيلا. وربك أعلم بمن في السماوات والأرض ولقد فضلنا بعض النبيين على بعض وآتينا داود زبورا. قل ادعوا الذين زعمتم من دونه فلا يملكون كشف الضر عنكم قل ادعوا الذين زعمتم من دونه فلا يملكون كشف الضر عنكم ولا تحويلا. أولئك الذين يدعون يبتغون إلى ربهم الوسيلة يبتغون إلى ربهم الوسيلة أيهم أقرب ويرجون رحمته ويخافون عذابه إن عذاب ربك كان محظورا. صدق الله العلي العظيم. صلوات أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وسلم. ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، قال الله تبارك في كتابه الكريم:
يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين وقال رسول الله صلى الله عليه وآله وسلم حسين مني وأنا من حسين. İmam Zaman Ağa'nın pak ruhuna salavat işledik. Biz Qur'ana nəzər etsək görərik ki, bəzi yerlərdə Allah Teala Qur'anda buyurur ki, bəzi insanlara şeytanlar nazil olar, bəzi insanlara da müminlərə mələklər nazil olar. Şeytanın insana necə nüfuz etməsinin yolları var, mələklərin də insana necə nazil olacağı onun yolları var. Şeytan insana əvvəl vəsvəsə edir. Daha doğrusu uzaqdan uzağa insanı vəsvəsə edir. Elə ki, insan onun vəsvəsəsinə qəbul elədir və onunla yola getsə, ona nüfuz edər. Fəquvə ləhu qarin. Allah Qur'anda görür ki, ona yaxınlaşar. Onun sorağına girer ve ona nüfuz eder. Ondan sonra insan, o şeytan necə ona təlqin eder, şeytanın necə sorağına gəlsin, nüfuz edərsə, onun dediyi ilə oturub durar. Mələk də belədir. Mələk insanın sorağına gələr. İnsanın qəlbinə ilham edər. Yaxşı fikirlər ki, bizim zeynimizə gəlir, hər hansı bir insanın zeyninə gəlir, o mələklər tərəfindəndir, rəhmanı qüvvədir. Ümumiyyətlə, insanın daxilində bir rəhmanı qüvvə var, bir şeytanı qüvvə var. Daim mübarizədədir. Rəhmanı qüvvə insanı Allaha tərəf çağırır. Allaha yaxınlaşmağa çağırır insanlara. Amma şeytanı qüvvə insanları çirkinliklərə, günahlara tərəf aparır. Allah Qur'anda görür ki, o kəslər ki, onların qəlbinə ilham olar, yaxşı fikirlər olan zeyninə gələr və onlar onu qəbul edənlər buyurur ki, İnnəl-ləzīnə qalu Rabbunəllah. Bu kəslər ki, deyərlər bizim pərverdigarımız Allahdır, Thumməstəqamu. Ondan sonra istiqamət göstərirlər. Təkcə iman gətirmək əzizlər kifayət eləmir. Mən deyim, bəli, İmam Hüseynciyəm, İmam Hüseynə canım qurban olsun, məhərrəmdə gələm əzadarlığa, çox gözəldir bunlar. İmam Hüseynin məhəbbəti bizi gətirib bura. Bizim qəlbimizdə İmam Hüseyin məhəbbəti olmasaydı, iman olmasaydı, bizə Allah olan imanımız olmasaydı, biz burada olmazdı. Ayrı yerlərdə olar. Necə ki, görürsünüz, Aşura axşamıdır, görürsünüz, bəzi insanlar məclisə gəlmirlər. İmam Hüseyin məclisinə gəlmirlər. Ayrı yerlərdədir, günlərin keçsinlər. Bu bizə Allah tərəfindən bir lütf olunub bizə gəlmiş. Amma bunun qədrini bilmək lazımdır. Thumməstəqamu. Onlar ki, deyərlər, bizim pərverdigarımız Allahdır, deyərlər, bəli, biz Allaha qəbul edirik. Bizim əhl-i beyti, Peyğəmbərə əhl-i beyti qəbul edirik. İstiqamət göstərənlər, müqavimət göstərənlər. Allah Teala insanı, möminləri imtihana çəkir. Ayrı bir yerdə Allah Teala buyurur ki, iman gətirdi deməklə, elə biz qutardı hər bir şey, xeyr, imtihana çəkəcəm mən. Görün, hansınız yaxşı əməli sayırsınız. Thumməstəqamu, insanlar ki, istiqamət edərlər. Allahın əmirlərini yerinə yetirərlər, günahlardan özlərini çəkindirərlər. Onlara tətənəzzəl aleyhimul mələikə, onların qəlblərindən mələklər nazil olar. Xoş o kəslərin oluna ki, mələklər nazil olarlar. Xəstə qəlbi insanlara şeytanlar yol göstərər. Onların ki, qəlbi xəstədir, mənəvi qəlbdən söhbət edir burada. Cismi qəlbdən söhbət edir, məlum məsələ. Xəstə qəlbi insanlara şeytan yol göstərir. Amma sağlam qəlbi, salim qəlbi insanlara mələklər olaraq yol göstərir. Biz necə eləyək ki, bizə şeytan sorağımıza gəlməsin. Daim bizə, mələklər bizə ilham etsin. Mələklər bizim sorağımıza gəlsin. İmam Sadiq əleyhissalamdan belə bir rəvayət var. Çox gözəl rəvayətdir, eşidilməli rəvayətdir. İmam Sadiq əleyhissalam buyurur, Qalə İblis. İblis bir gün belə dedi. Xəmsətü əşyaə ləysə li fiyinnə hilə.
وَسَائِرُ النَّاسِ فِي قَبْضَةِ. Deyir, 5 iş var ki, 5 şey var ki, əgər o insanlarda olsa, Allahın bəndələrində olsa, mənim onlara yolum yoxdur. Mən onların sorağına gələ bilmərəm. Nüfuz edə bilmərəm, qüdrətim çatmaz. Qalanlarına bu 5 şey ki, olmadı, qalanlarına işi yoxdur. Mən bir işarəyə gələrlər. Yazırlar, biri yuxusunda görür ki, bir şagird olur, yuxusunda görür ki, şeytandır, görür ki, iplərdir, hazırlayıb, qalın iplər var, nazik iplər var. Soruşub dedi, ona şeytana dedim ki, yuxuda gördüm, şeytana dedim ki, bunlar o iplərdən, kəndirlərdən hansı mənimdir, dedi, sənə lazımdır, mənim sənə bir dənə işarə sən gəlirsən. Sizin kimi adamlara mənə lazımdır, nəysə bir zəhmət çəkin. Bəzi insanlar var ki, şeytan zəhmət çəkir. Şeytan kimlərlə işi var? Sırat-ı müstəqim. لَأَقْعُدَنَّكَ صِرَاطَكَ الْمُسْتَقِيمِ. Şeytan, o insanlar ki doğru yola gələrlər, Allahın yolunda olarlar, onlarla işi var. Sən bugün məscidə gəlmirsən, İmam Hüseyin məclisinə gəlmirsən, şeytan səndən işi var. Amma onlar ki, məscidə gəlmirlər, onlar ki, ibadət eləmirlər, Allahdan uzaqlar, şeytan onlarla işi yox. Axı o yol, onunla daha o yol nazıqdır. O yolun nazıq, ona ehtiyac yoxdur. Kimlərlə işi var? Kimlər ki, doğru yola gəlirlər? Sən mənlə işi var, şeytan. Sən ki, gəlmirsən məscidə, səndən işi var şeytan. İstir səni yoldan çıxarsın. And içi var. فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. Allah'a and olsun sənin izzət və sənin bütün bəndələri mən azdırarım. İlla ibadəkə minhumul muxlasin. Amma muxlis, xalis bəndələrə şeytanın yolu yoxdur. Xalis, Allahın xalis bəndələrinə şeytan qüdrəti çatmasın. Qalə iblis, 5 şey var ki, mən bu 5 şey insanlarda olsa, mən onların sorağına gəlmərəm. 1. Mən i'təsəmə billahi an niyyəti sadiqə və təkələ aleyhi fi cəmi' umuri. Niyyətində sadiq olan. Hər bir kişi görəndə ibadət Allaha görə. Məscidə gedir Allaha görə. İmam Hüseyin məscidə gedir Allaha görə. Birinə köməkli edir Allaha görə. Bir gün İmam Sadiq əleyhissalamdan soruşdular, Yəbnə Rəsulullah, kimin ağlı azdır? Dedi, o şəxsin ağlı azdır ki, Allahı saxlayıb başqasına görə ibadət edir. Çünki sən ibadət edirsən, bu adam ki ibadət edir başqasına görə, riyadda, bu ibadətin mükafatını kim verərlər? Allahdan başqa heç kəs. Hamımız, insanlar fanidir, yaradılmışlar hamısı fanidir. Yeganə Allahdır ki, əbədidir və Allah əbədidir və bizim əməllərimizin mükafatı Allahın əmridir. O şəxsin ağlı azdır ki, ibadəti başqasına görə edir. Rəvayət var ki, qiyamət günündə riyakar insanları çağırarlar. Ey riyakarlar! Əməlləriniz hamısı məhv oldu, aradan gedin. Əli boşsuz burada. Deyərlər, biz axı ibadət eləmişik. Çox işlər görmüşük, biz yaxşı işlərmiş pərvəd gələm. Mənə görə eləmişdim. Bu işi görmüşdün ki, sənə çox sağ ol desinlər. Onu eləmişdin ki, məşhur olasan. Ona görə Allah təala deyir, əməllərin ey riyakarlar, səsləyər dadını ey riyakarlar, əməllərin hamısı aradan getdi. İmam Rıza Aleyhisselam buyurur ki, hər kəs evdən çıxanda həm şeytan onun sorağına gələr, həm mələk onun sorağına gələr. Bugün dünya, bizim Azərbaycan ölkəsində də, Lənkəranda da artıq elm o qədər inkişaf edib, kompüter var, internetə hər birinin əli çatır. İnternetdə yaxşı saytlar da var, dini saytlar da var, ayrı saytlar da var. Elə deyir. İmam Rıza Aleyhisselam deyir ki, sənin sorağına şeytan da gəlir, mələk də gəlir sənin sorağına. Sən özün bilərsən, ixtiyar sahibisən, hansı yolu seçirsən. Allah mələkləri yaratdı, amma ixtiyar verilmədi onlara.
Mələklər pakdırlar. Amma onlar öz ixtiyarından deyil. Allah biz insanları yarattı və bizi ixtiyar sahibi, bizi ixtiyar qoydu. Bizim ixtiyarımızda qoydu ki, biz özümüz könüllü şəkildə öz ixtiyarımızla Allahın doğru yolunu seçək. Elə ki, ixtiyar verildi insana, iki yol olmalıdır. Əgər şeytan yolu olmasaydı, ixtiyarın mənası yoxdur. Bir şey sən, bir işi görməksən, hər hansı bir şey, ixtiyar sahibsənsə, gərək iki yol olmalıdır. Belə deyək yox. Ya şeytan yolu, ya Allahın yolu. İnsan, Allah insanı yarattı öz ixtiyarına ki, sən özün mənim bəndən. Mənim yolunu izgilə bilərsən, şeytan yolunu izgilə bilərsən. Əgər mənim doğru yoluma getdin, mənə yaxınlaşdın, xoş qalı və əbədi saadət səni gözləyir ahirətdə. Amma yox, şeytan yolunu getdin, mənə nə xeyri var, nə zərəri var. İnsan özü qazanır, qanadları. Bəli, İmam Zəhsən buyurur ki, evdən çıxanda həm şeytan gəlir insan, sonra ona həm mələk gəlir. Sonra ardınca belə buyurdu. Hər kəs evdən çıxanda bunu oxusun. Bismillah, amantu billah, təvəkkəltu aləllah, məşəəllah, la havlə və la quvvətə illə billah. Mən iman gətirdim, əlvəl Bismillah, Allahın adıyla. Bir gün bir nəfərin başı ağrıdı, Əmir əl-Müminin Əleyhisselamın yanına gəldi. Ya Əmir, başım ağrıdı. Həzrəti Əmir, o dövrü ya araqçın olur, ya əvası olur. Hər hansı bir şey deyib, bunu qoy başı var, sənin baş ağrın gedər. Başına qoyan kimi baş ağrısız gedir bunu. Deyib, görəsən bunda nə var axı? Əmir əl-Mümin mənə verdi, mənim başım ağrı dayandı. Baxır, görür ki, Həzrət Əmir əl-Müminin nəysə yazır, orada ağrı, başdır, gördü, Bismillahirrahmanirrahim yazır. İmamımız Aleyhisselam dedi ki, sübh evdən çıxanda dinən Bismillah, Allahın adıyla, əməntu billah, əvvəlkənə mən iman gətirmişəm, təvəkkəltu alallah, sənə təvəkkül edirəm. Etimadım sənədir, sənə təvəkkül edirəm. Maşallah, la havlə və la quvvətə illə billah. Səndən başqa qüdrət, qüvvət yoxdur. Baxın, Allah təala Quranda buyurur ki, əgər heyvanınsan, başını qeyri-şəri, şəriət yolundan kəsməsən, qibləyə tərəf qoymasan, başını kəssən, murdardır, belə deyək, nəcisdir. Allah buyurur ki, İnnəməl müşrikunə nəcəs. Nəcəsun. Fələ yəqrabul məscidul haram. Məscidəl haram. Deyir, müşriklər nəcisdirlər. İnsanın həyatında Allah olmadığı insan nəcisdir. Nə o mənada ki, zahiri mənada? Batini cəhətli insan. Niyə İmam Hüseyin əleyhissalamla Küfə cəmatı əvvəlini məktub yazdılar, sonradan onunla Kərbəlada üzbəyiz oldular? Heç bu vaxtda fikirləşmişik. Səbəbi var bunun. Nəyə görə axı? Etsəminin Küfə cəmatı məktub yazsın, ağa gəlsən, ondan sonra Müslümi tək qoysunlar. Necə oldu Müslümi tək qoydu? Səbəb var. Bir neçə səbəb var. Səbəblərdən biri budur ki, Allahdan uzaqlaşmışdır. Allahla döyüldülər. İnsan Allahdan uzaq düşdü, hər bir şeydə. Allah bizi yaradıb əbədi saadətə çatmaq üçün. Bu məhdud dünyaya görə yaratmıyor. Hədəf var. Əsl hədəfə çatmalıyıq. Ağac elə ki, böyəlir, qol-budaq atır, qol-budaq atır, nə qədər ki, bar verməyib, meyvə verməyib, hədəfdir bu. Məqsədə çatmayıb bu ağac. Elə ki, bu ağac bar verdi, meyvə verdi, baxmırlar ki, nə qədər ki, meyvəsi yoxdur, görsən ağac yaxşıdır, təravətlidir, yaşıldır, qol-budaqlıdır. Amma nə qədər ki, meyvə verməyib, faydası yoxdur. Hədəfdir o. İnsanın da, Allahın da bizə verib, bu istedadı verib bizə. Bizə bu ömür verib bizə. Bu ömürdən yaxşı istifadə eləməli. Bizdə istedadlar var. Allah bizim fitrətimizə qoyub.
Bunlar hədəfdir. Hədəf Allaha yaxınlaşmaqdır. İmam Hüseynin hədəfi yalnız Allah idi. Nəinki məqama posta görək. Məqam ancaq Allaha görəkdir. Allah da bizi bu dünyada bizi yaradı. Bu dünya bizim üçün hədəfdir. Vasıtadır. Biz bu dünyada öz əməllərimizlə axirətimizə əbədi saadətimiz qazanırıq. Aleykümselam. Bəli, Peyğəmbərə buyurdular ki, necə eləyim mən ruzum çoxalsın, ey Peyğəmbər? Dedi, dum alət taharə, həmişə dəstəmazlı ol. Yazırlar ki, dəstəmaz ki, arada insanın təkcə zahir zətdən pak olmur. Bəlkə batinən də insan daxili də pak olur, daim dəstəmaz olan insan. Peyğəmbər burada demək istəyir ki, yəni sən həmişə dəstəmaz ol, həmişə sən pak ol, mənəvi zətdən, daxili də pak olsun, Allah sənə ruzunu çoxaldır. Biri də budur ki, Peyğəmbər var, Peyğəmbər salavat işidir. Şeytan deyir məni, onlar ki, çox təsbih eləyərlər, Allahı zikir eləyərlər, mənim onlara yolum yoxdur. Mən kəsrə təsbihuhu fi leyləti və nəhari. Biz təsbihatı Zəhra var, təsbihat-ı Zəhra ilə məşhurdur ki, namazdan sonra yerinə yetirir. Bir təsbih var, rükû və səcdə deyir. Hər kəs gecə gündüz Allahı zikr eləsə, mənim yollara yolum yoxdur. Allahı yad eləsə, Allahı çox təsbih eləsə. Baxın, namaz, bizim əsl hədəf budur ki, əbədi saadətə yetişək biz. Belə deyək yox. Əbədi saadətə yetişmək üçün də təkcə 3 vədə biz ibadət eləməklə kifayət eləmir. İnsan gərək öz, əgər istəyirsə əbədi saadətə çatsın, bütün əməlləri Allaha verilməlidir. Qəlbini Allaha verməlidir. Hər bir işində Allaha görə olmalıdır. Şeytan deyir ki, hər kəs çox təsbih eləsə, mənim onlara yolum yoxdur. Bir gün yazırlar ki, şeytan Həzrəti İsa əleyhissalama, Peyğəmbərə də fikir verin, Peyğəmbərə də qasvasa yaxınlaşıb, istəyir onu nüfuz eləsin. Dedi, ey İsa, sən özün elə Allahsan. Deyim nə üçün? Səbəbini də deyir, Peyğəmbərə deyir, sən özün Allahsan. Sən ölüləri dirildirsən, xəstələrə şəfa verirsən sən, gözü görməyənlərə şəfa verirsən. Sənin atan yoxdur. Bundan baş, atan yoxdur sənin. Atan olsaydı, sən Allah bəndəsi olur. Sən Allahsan. Uzağı Allah olmasa Allahın oğlusan sən. İddialıq elədir, mən Allaham. Demə, mən Allahın bəndəsi. Həzrəti İsa əhəmiyyət vermədi. Gördü ya şeytan yenə fasfasıdır. Axırda dedi, Subhanallah, Subhanallah, Subhanallah. Dedi, mənim daha sən elə bir zikri dedin ki, Subhanallah, yəni Allah Teala hər bir eyb və nöqsandan uzaqdır. Deyirsən, elə bir zikri dedin ki, mənim daha qüdrətim çatmır sənə, nüfuz edeyim. Ondan sonra deyir, şeytan deyir ki, وَمَنْ لَمْ يَجْرَعَ عَلَى الْمُصِيبَةِ حِينَ تُصِيبُهُ. Müsibət baş verəndə, o şəxs ki, onun başına müsibət gəlib, ağır hadisə baş verir ona, yaxın adamlarından, yox oğlundan, istədiyindən birini görsən ki, bir bədbəxt hadisə baş verir. Əgər müsibətə səbr eləsə, mən ona nüfuz edə bilmərəm. Müsibətə səbr eləmək. Demir ağlamaq ya. Ağlamaq insanın təbii bir şeydir. İnsan hər hansı bir hadisə baş verəndə ağlayır. O məhəbbətdən irəli gəlir. Ağlamayı demir. Bizim Peyğəmbərimiz də, mən dünən burada dedim, Peyğəmbərimiz də öz əmisi Həzrətin kənarında şəhid olanda ağladı. Anası üçün ağladı. Deyir, ağlama yox ha. Sən elə bir görsən ki, bəziləri görsən ki, yaxınları dünyasını dəyişəndə elə bir səs çıxadır, artıq o nasızdan, artıq ağlamaqdan da keçir. Öz həddin aşırıyorsan.
narahatsızlığını, deyir mənim, bu müsibətdir mənim başıma gəldi. Niyə Allah başqasını göstərmədi? Bütün bu müsibətlər mənim başıma gəldi. Niyə yox? Mən nə eləmişim ki, Allahın dərgahında? Nə günah sahib? Mən nə günahın sahibiyəm ki, bu bəlalar mənim başıma gəlir. Filan kəsini görsəm, rifahda yaşayır, heç bir müşkül yoxdur, başına heç bəlalar, bütün müsibətlər mənim başıma gəlməlidir. Xeyr. Allah imtihana çəkir səni. Allah imtihana çəkir. Məsələn, bu bəndəni ki, Allah imtihana çəkir, o şad olmalı gəlir. Ki Allah onun lütf edib, onun başına bəla gətirib ki, imtihana çəkir ki, o öz məqsədinə çatsın, səadətə çatsın. Rəvayət var, çox təsirli rəvayətdir. Bir rəvayət var, mən bir yerdə oxuduğumu, deyir, Allah bir bəndəyə xeyir vermək istəsə, günah eləsə, onun başına bir dənə bəla gətirək, xırda bir dənə bəla. O qəflətdən ayrılır, bəli, bu mənim günahımın sahibidir, mənim başımı qoyacaq. Ondan sonra peşman olar, tövbə eləsə, Allah onu bağışdır. Amma Allah birini istəməsə, yəni yaxşı adam olmasa, Allahın yaxşı bəndəsi olmasa, deyir, o günah eləyəndən sonra təzədən ona yeni neymətlər verər. Allah Teala ona yeni neymət verir. Görürsən, adamlar var, yaxşı və vəziyyəti yaxşıdır, imkanı var, günah deyil. Görürsən, yine Allah'ın daha da onun ruzusunu artırır. O onun üçün bəladır, sən ona baxma. Sən ona baxıb, həsrət çəkmə. Demə ki, Allah ona verdi, mənə vermədi. Uzun ildən mən Allah ibadət edirəm, səcdə edirəm. Nə oldu ay Allah, sən ona verdin, mənə heç. Bir dəfə mən görmədim onun alnı səcdə edirsin. O bədbəxtdir. Xoş sənin halı var. Sənin bir xırda günah baş verəndə Allah səni xəbərdarlıq edir. Bir rəvayətdə var ki, əgər bir yaxşı bəndə olmasa Allah ona, daha ona qəflətdən ona bəla verməz ki, bəla verməz. Təzədən yeni neymət verər. Onun günahı çoxalar. Günahı çoxalar. O elə bilir ki, ömrün uzun olmasıyla 70 il, 80 il, 100 ilə qədər bəli. Allah məni saxlayıb ki, məni çox istəyir. Öyle bilir ki, məni çox istəyir Allah-u. Mən bu günahları edirəm, bəli. Xeyr. Onun günahları artır. Daha da onun bəlası çoxalır. Onun günahları artır. Bəli, müsibətə səbr eləmək. Bir gün İmam Sadiq Əleyhisselamın bir cavan oğlu xəstələnir. Təbib gətirir, amma çarə olmur, dünyasını dəyişir. İmam Sadiq Əleyhisselam elə bir gözəl kəlam buyurur. İnna əhləl beyt İnnəmā nəcza'u qabləl musibə fəizə vəqa'a əmrullah radînə bi qadâi və səlləmnâhu li əmri. Biz əhli beyt elə bir kəsir ki, müsibət baş verməmişdən qabaq, biz ona çarə qılarıq. Həkim gətirir, çarə qılarıq. Amma elə ki, Allahın əmri gəldi, vəqa'a əmri, vəqa'a əmrullah, Allahın əmri vaqı oldu, radînə bi qadâi. Qəza və qədərə biz razıyıq. O səlləmnâhu li əmri, təslim olaraq Allahın müqabili. Da deməli, niyə Allah mənim başıma bu oyunu gətirmişsin? Deməz mənim başıma sən bu oyunu gətirin. Biz təslim olarıq. Peyğəmbər, əhl-i beyt bizim üçün ülgüdür. Biz də bunların həyatına baxıb yaşamalıyıq. Həyatımızda Allahümmə cəal məhyaya məhya Muhammedin və ali Muhammed ziyarət Pərverdigara, Peyğəmbər və ali Peyğəmbər bizim həyat yaşayışımızı Peyğəmbər və ali Peyğəmbərin həyatı kimi qərar ver. Və məmatə Muhammedin və ali Muhammed. Bizim aqibətimiz də aqibət mühümdür. İnsanlarla görürsən, əvvəli yaxşı gəlir, sonra görürsən, yaxşı olur. Mən dünən də işarə elədiyimlə Peyğəmbərin zamanında bir nəfər olub,
Müsəlmanlar ki, İslam dinini qəbul eləmişdilər, İslam dininin əvvəlin illərində. Müşriklər işgəncə verirdilər, Peyğəmbərin əmri ilə bunlar hicrət edilər, Həbəşistana, Həbəşə etdilər. Bir nəfər öz xanımı, onun xanımı da Əbu Süfyanın qızı olur. Bu da onlarla bir yerdə gedir Həbəşə. Nəyə görə getdi? Öz dinini qorumaq üçün də işgəncə edirlər. Bu gəldi Həbəşə, Xristiyan dini qəbul oldu. Qəbul edib, oldu mürtəd. İnsan hicrət nə üçün edirsən? Ya bu halal ruzu qazanmaq üçün, ya da ki, görürsən öz yerində, yaşadığın yerində o qədər zülümlər var, fitnə, fəsad var. Qoymurlar sən Allahın yoluna gedəsən. Qoymurlar sən bir Allah istədiyi kimi yaşayasan, hicrət edir. Elə bir yerə hicrət edir ki, orada sağlam mühit olsun. Bu gəldi Həbəşə, Həbəşdə Xristiyan dilini qəbul elədi. Xanımana dedi ki, bu işi görmə, sən gəlmişdin burada, dinivi kamil eləyəsən, sən gəldin Xristiyan. Yazırlar ki, ömrün axırında da hələ mürtəd dünyadan dəyişir. Əvvəli yaxşı, biz də müsəlmansı qəbul, axırı mürtəd. Axır çox mühümdür. Pərvərdigara, bizim aqibətimizi də, axırımızı da, hamımız gedəcək. Peyğəmbər və Ali Peyğəmbərin aqibəti kimi qərar verir. Ziyarət aşırı. Bəli dedi, biz təslim olarıq Allahın əmrinə. Yazırlar ki, Aşura günü Həzrəti Zeynəbin qəlbinə balaca qəm-qüssə gəldi. İmam Hüseyin əleyhissalam hiss elədi, gördü, ağlamağa başladı, bazısan, düşmən baxır, bazısan, şeytan surağa gəlməsin. Səbr ilə müqavimət göstər. Dedi, sətəciduni kəmən tuhib. Deyir, qardaş, sən necə istəyirsən, məni o cürlə görəcəksən. Hətta yazırlar ki, deyir, mən elə səbr eləyərəm ki, səbr yorular, elə də yazırlar. Səbr yorular, mən yorulmaram deyir. Deyir, xeyr, baş üstü qardaş. Həm qardaşı idi, həm imamı idi, zamanın imamı idi. Bizim etiqadımız var ki, Əli Əkbər, Qasım, Abdullah, Əbəlfəzl Abbas ağa, bunlar hamısı təkcə burada qardaşlı, qohumlu söhbət gedir. İmam, Əli Əkbər atadan əlavə imam işini qəbul edirdi. Əbəlfəzl Abbas ağa imam işini qəbul edirdi. Həl min nasirin, kimdir mənim harayımı, köyməyəni satan? Orada Əbəlfəzl Abbas ağa cavabına səs verdi, gəldi. Nəyə görə? İmamı idi, qardaşlıqdan əlavə imamı idi, vəfadar idi. Dördüncü nədir? Dördüncü çox mühümdür. Şeytan deyir ki, o bəndənin ki, əgər öz istədiyini başqasına da rəva bilsə, mənim sırağına gələn mənim, nüfuz eləyən mənim. Mənim xoşuma gəlmir, kimsə mənim arxamda danışsın, qeybət eləsin, töhmət olsun. İstəmirəm. Düzdür, xoşlanmıram mən. Mən istəmirəmsə, onda gərək özüm də qeybət eləməyəm, özüm də kiminsə arxası danışmayam. Belə deyək. Şeytan deyir ki, əgər o insan ki, öz istədiyini başqasına verə istəsə, özündən xoşa gəlməyən bir şey, başqasından xoşlanmaz, öz başqasından xoşlanmazsa, deyir, mənim ona yolum yoxdur. Bax, qeybət mən istəmirəm, kimsə mənim qeybətim, belə deyir, yox. Mən istəmirəmsə, sən mənim arxamızı danışırsın. Gərək mən də sənin arxamızı danışmayam, qeybət eləməyəm. Bir nəfər vardı, adı yadından olsun. Peyğəmbərin zamanında yaşayır. Gəldi, Quranı oxuyurdu. Quranı oxudu, bir ayəyə rast gəldi. Ayədə yazılmışdı ki, o insanlara xeyir satar ki, istədiyini başqasına infaq edirlər, verərlər. Bu ayədə dayandı, fikirləşdi. Dedi, mənim nəyim var ki, onu çox istəyirəm, mən də onu verim. Yadına düşdü ki, bir bağı vardı onun. Gəldi Peyğəmbərin yanına, ya Peyğəmbər, mən bir bağı, çox əlaqəm var bağı, çox istəyirəm o bağı. Amma Allah Quranda buyurur ki, istədiyini öz istədiyi başqasına versin. Nəinki istəmədiyini. Nəinki istəmədiyini. Mən istəyirəm bunu ehsan edirəm. Mən bu bağı hədiyə elə bilmirəm. Peyğəmbər deyir ki, bəli, çox gözəldir. Amma əvvəl deyir,
öz ətrafında olanlara, ondan sonra başqalarına sən və istədiyini başqasına ətrafını şeytandır ki, əgər bu olsa, mənim var, yolum yoxdur. 4-cü, 5-ci nədir? Allahın razılığına razı olmaq. Baxın, insan görsən, hamımıza vacibdir ki, ruzi dalıcı etməli biz. Vacibdir. Vacibatdandır ki, halal ruzi dalıcı etməli. Biz halal ruzi dalıcı gedirik. Amma ruzini təyin kim edib Allah Teala edib? Hərəsinin bir ruzisini təyin edib olur. Mən bir misal vuram buna ya. Hərəsinin bir ruzisini təyin edib. Bir gün ola bilsin mən ruzim, bugünkü mənim ruzim, zəhmət çəkirəm, işləyirəm, görsən, bugünkü ola bilsin mənim ruzim 5 manat olsun, sabah olsun 10 manat olsun. Deyir, İblis deyir ki, əgər o razı oldu Allahın razı, sənin bugün ruzu Allah Teala bunu təyin edib. Buna görə razı olsun, qanun olsun, ilahsına soruşur. Allah, biz baxmalıyıq, Allah hansı işlərdə razıdırsa, biz də razı olmalıyıq. İmam Sadiq Aleyhisselam'dan biri soruşdu, təqvanın mənası nədir? Buyurdu ki, təqva o deməkdir ki, Allahın istədiyi, razı olduğu yerdə hazır olasan, Allahın bəyənmədiyi yerlərdə, xoşa gəlməyən işlərdə, qəzəbi tutduğu işlərdə sən görə buradan uzaq olasan. Biz də görə baxmalıyıq. Hansı yerlərdə biz qədəm götürməliyik? Qiyamət günündə bizdən sual olunacaq, ömrümüzü hara sərf edər? Mən çoxu görəm, burada cavanlardır. Allah bizdən bu cavanlığın ömrünü bir gün soruşacaq. Bu cavanlığı ki, mən sənə vermişdim, hara sərf edədin sən? Hansı yolla sən qazandın ruzini? Halal yolla ya haram yolla qazandın? Yaxşı, halal yolla qazanmışsansa, hansı yolda sərf edin? Elə insanlar var, halal yolla qazanır, amma haram yerə sərf edir. Zəhmət çəkir, amma haram yerə sərf edir. Qədəm götürəndə bir yerə gedir, hər hansı bir məclisə ki, bizi dəvət edirlər. Biz əvvəl fikirləşməli, baxmalıyıq, o məclisdən Allah razıdır ya, razı deyilsə, qardaşım olsun, gəlsin, məni dəvət eləsən. Mən dedim, gərək, mən doğrudan, əgər Allah bəndəsimsə, Allahdan itaat edirəmsə, qardaş olsa belə, doğma qardaşlıq gələ deyəm ki, gəlirəm. Bunlar çox mühümdür. Naməhrəm, məhrəm məsələsi var bugün. Görürsən, elə namazlarlar var, o da bir cavan yaxınlaşır. Dedi, axı, mənim qohumlarım gəlir, xalicdən gəlir, əmi qızı gəlir, xala qızı gəlir, görüşməsən, ayıbdır, olmur axı, heç düz gəlmir axı, mən necə düz gəlmir, görüşüm də. Haramdır bu. Allah razıdır bu işdən. Allah bu işdən razı deyilsə, sən də başsın. Allahın razılığına razı olma. Kərbəla bizə dərs öyrətir. İmam Hüseyin Aleyhisselam ta axır qanuna qətrəsinə qədər bir dəfə şikayət eləmədi Allah'a. Balaları əldən getdi, qardaşı, elə bir qardaşı əldən getdi, şəhid oldu ki, dedi, mənim belim sındı. Amma yenə də orada demədi, Allah'a şikayət eləmədi. Dedi, mən razıyım Allah'ın razılığına. Biz də gərək belə olmalı. Allah'ın razılığına razı olmalı. Bir neçə kəlmədə zikr müsibətə işarə edeyim inşallah. Bir anda olsa qəlblərimizi Kərbəlaya tərəf aparaq inşallah. Esselamu aleyki ya Əbu Abdillahul Hüseyin və aləl ərvah illəti hallet bifnavik aleyki mimli selamullahi əbədən ma bəqid və bəqiyyəl leyl və nəhar və lə ca'ləhullah ahirən əhdi min ziyarətikum. Yazırlar ki, artıq İmam Hüseyin Aleyhisselam öz hamısını, yar-yavərlərin, Südəmər balası Əli Əsxərdə əldən verdi, Əl-Fəzl Abbasalan da əldən verdi, şəhid oldu. Artıq özü qalıb düşmənlərlə üzbəyiz. Yazırlar, İmam Hüseyin Aleyhisselam meydana gəlir. Meydana gəlir, döyüşür.
bir yer təyin eləmişdi. Məktəbdə yazırlar, İmam Hüseyin bir yer təyin eləmişdi. Qayıdardı o yerə, deyərdi, la havlə və la quvvətə illa billah. Nəyə görə? Qoy bunu deyirdi ki, xeymədə hiss eləməsinlər ki, Hüseyin şəhid olub, hələ sağdır. Yəni, xəbərdarlıq edirdi ki, Zeynəb, bazı, mən hələ sağam, narahat olma. Mən hələ sağam, narahat olma. İmam Hüseyin İslam'ın qeyrəti yol vermir ona. Yenə meydana tərəf gedirdi. Yenə qayıdırdı, dedi, la havlə və la quvvətə illa billah, əl-aliyyil azim. Bir də Zeynəb xanım Zeynəb, salamullah aleyha, gördü səs gəlmir, qəm qüssə gəldi qəlbinə. Bir də gördülər, at gəlir, amma malisi yoxdur. Xanım Zeynəb özünü qətlgaha yetirir. Elə bu anda nə görsə yaxşıdır. Baxır qardaşına, amma elə bir tanımırdı. Oxlarla nizələr bədəninə. Dedi qardaş, dedi qardaş, Hüseyin'ime, mənim Hüseynin qardaşım, görəsən sənsən, ya Hüseyin. Elə bu anda yazırlar ki, İmam Hüseyin gözlərin açır, deyir bacı, qayıt xeymələrə tərəf. Bacı Zeynəb xeymələrə tərəf gedəndə düşmənlər həmlə edir xeymələrə tərəf. Elə bu anda İmam Hüseyin qətlgahda deyir, ey məlğunlar, mən hələ ölməmişəm, mən hələ diriyəm, ey məlğunlar, məni qoyub, mənim əhl-i beytimə niyə həmlə edirsiniz? Ey vay Hüseyin. Pərverdigara sənə and verirəm, İzzət-i Cəlal və əzimət və Pərverdigara bizi bu yolda bu iman ki bizə verirsən Pərverdigara, bu məhəbbət ki bu İmam Hüseyin aşıqların qəlbində var. Pərverdigara bizim İmam Hüseyin'e olan məhəbbətimizi daha da artıracaq. Qəlblərimizə Pərverdigara öz nur, öz mərifətin nuruna, İmam Hüseyin əleyhissalamın məhəbbətin nuruna qəlblərimizi münəvvər edəcək. Bizi Qur'an və Əhl-i Beytdən ayrı salmayacaq. Bu dünyada Peyğəmbər Əhl-i Beytin ziyarətini, ahirətdə şəfaatini bizlərə nəsib edir. Xəstələri olanlarla Pərverdigara, bütün xəstələrə şəfa verəcək. Aqibət mühümdür ilahi, sənə and verirəm İzzət-i Cəlal və əzimət. Aqibətimizi xeyr edəcək. Bizi ağvaldığın qərar verməyəcək. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.